Təbiət bizi nə hala qoyur? Sual. Qar, çovğun kimə lazımdır? Sual. Göy gürültüsü kimi qorxudur? Sual. Qara buludlar kimi sıxır? Sual. Suda boş bərəni yırğalamaq nəyə lazım? Və ulduzlar nəyə görə düşürlər? Sual. Heç nəyə görə. Hər ehtimala qarşı. Nə olub? Nə olub? Çox istərdim ki, bizim uşağımız olsun. Niyə axı? O da sənin kimi istedadlı olardı. İstedadlı mən deyiləm, olardı. Mən ancaq tərcümə edirəm. Atasını çox istəyərdi. Oturub bir yerdə səni gözləyərdik. Allah, sən ki bilirsən, mən öz həyatımı artıq dəyişə bilmərəm. 6-cı Yaradıcılıq Birliyi təqdim edir. Payız marafonu. Quruluşçu rejissor Georgi Danelya, quruluşçu operator Sergey Vronski, quruluşçu rəssamlar Levan Şengelya, Eleonora Nemeçek, bəstəkar Andrey Petrov. Film 2009-cu ildə Space televiziyasında səsləndirilib. Rejissor Arif Həbibi, tərcümə edən Bəhlul Abbasov, səs rejissoru Murad Quliyev. Filmi səsləndirdilər Samirə Məmmədova, Mətanət Abbaslı, Ramil Zeynalov, Mahir Mirişov. Gəmli komediya. Morning. Morning. Hazırsınız? Just a moment. Qoy arvadıma deyim. Nina. Biz qaçdıq. İlahi, heç olmasa bir saatda yatardım. Alo. 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 Niyə danışmırsınız? Nəfəsiniz gəlir. Bəlkə mi yoldayasınız?
Gələn dəfə dəstəyi özün götürərsən. Bil, bunun da adına baxın. Çox sağ olun. Bunun adı nədir? Çöp. Çör-çöp? Çox dadlıdır. Nina antika pişirir. Özünü gücə salma. Yavaş deyil, nəsə başa düşmürəm. Ona deyirəm. O məndəndir. Bil, özünüz deyin. Hardasa kimsə nəfəs alırsa, danışmayıb susursa, bunun mənə nə dəxli var? Bağışlayın, necə? Yəni onu deyirəm ki, niyə hardasa kimsə... Bəlkə Bili bu məsələyə qatmayasan. Bağışlayın, anlamadım. O mənə deyir. Ona deyirəm. Eşidirəm? Bozekin. Sənin o Allan məni oyadıb, xahiş elədi. Sənə deyim ki, təcili ona zəng vur. Hansısa əl yazmasını yadından çıxarıb burada qoyulmuşsan. Təəssüf ki, indi mümkün deyil. Əlimdə işim çoxdur. Çoxdur işim. Hə, aydındır. Nina yəqin yanındadır. Yaxşı, özüm sonra danışaram. Yox, lazım deyil. Lazımdır. Hələlik. Nəşriyyatdan Verikin zəng vurmuşdu. Tələstirir. Danimarkada da belə tələskəndilər. Əlbəttə. Verikin qadın səsi ilə danışırdı. Kim? Verikin. Hə, katibəsi idi zəng vuran. Xoşuna gəlir? Nino özü pişirib. Çox dadlıdır. Pavidla budur. Yox, mürəbbədir. Bağışlayın. Andrey, Nina biraz hirslidir. Bəlkə mən getdim. Yoxsa qalım? Qalmaqal olacaq. Yox. Əhvalı yaxşı deyil. Bill, görüşənə qədər. Görüşənə qədər. İndi sizi Andrey əyləndirəcək. Mən gedim. Nina, bir şey lazımdırsa de. Seminardan sonra vaxtım olacaq. Hə, gül alarsan. Katibə üçün. İşə getdi. Andrey, bəlkə sizin də işiniz var. Mən vaxtınızı alıram. Nə danışırsınız? Qətiyyən. Bil, mən oxudum. Prinsipcə, hər şey düzgündür. Amma bəzi səhvlər var. Bax burada. Dostoyevskidə başqa cür deyilib. Bu söz sizin dillə Gruneppo, yəni meymun deməkdir. Dostoyevskidə isə bu yığınaq mənasında işlənib. Bunlar ayrı-ayrı şeylərdir. Başa düşürsən? Üzr istəyirəm. Bəli? Buzekin. Onun ağlı çatmır. Kimin? Bizim makinaçının. Zəng vurub ona hər şeyi izah eləyirəm. Sakit, mədəni şəkildə. O da mənə dişinin dibindən çıxanı deyir. Dedi çatdırım ki, bir doğru ayağın dəyməsin. İndi neyniyim? Bəlkə gedim ona bir deyim. Qətiyyən. Səndən kim xahiş eləyib bu məsələyə qarışasan? Yaxşı, eşq olsun. Andrey, mən belə fikirləşirəm ki, Dostoyevskinin əsərində bu səhv yazılıb. Düz yazılıb. Bil, bağışlayın. Mən instituta getməliyəm. Andrey, mən sizi buraxıram. Amma bir balaca sualım var. Buyurun. Bu saat taparam.
Salam. Salam. Nə xəbər? Şaşavnikov. Olsun da, niyə gizlənirsən? O alçaqla görüşmək istəmirəm. Niyə? Bilirsən o dünən şuradan eləyib, Bilmirəm. Kulçanskini yıxdı sürüdü. Simyonova toxundu. Yefimovu kafedra müdürü qoydu. Hər vaxtınız xeyir, Vladimir Nikolayeviç. Xoş gördük. Bura bax, sən Novikov görməmsən? Yox, görməmişəm. Buzukin, üzünü görək. Necəsən? İşlərin necədir? Əgər görsən, deyirəm mənə dəysin. Yaxşı. Alo, Zəhmət olmasa Allah Mixaylovlanı çağırın. yoxdur, icazə alıb gedib. Niyə? Ürəyi ağrıyırdı. Это кормушка называется. Это специальная кормушка, приспособленная для кормления синиц. Расстояние между вот этими перегородочками, пробуйте. Hə? Nə olub sənə? Nə baş verib? Heç nə. Ürəyim ağrıdı. Gərək həkim çağıraydın. Çağırmışdım. Все вот эти кормушки, Nə dedi? Dedi, yatmağa məsləhətdir. Yat da. Yatmışam da. Ну что ж, Галина Николаевна, большое вам спасибо за интересный рассказ о наших зимующих. O sənə nə deyib? Təzə heç nə. Necə olsa. Dedi ki, çox mehriban ailəniz var. 150 ildir can bir qəlbdə yaşayırsınız. Sən də ona güldən ağır söz demirsən. Mən bunların hamısını eşitmişəm. Özgə adamın dilindən eşitmək ayrıdır. Gərək qulaq asmayaydın. Ataydın dəstəyi vəssalam. Attım da. Onun başqa kişisi var. Kimin? Varvaranın? Səninkinin. Var. Mən bilən yox. Bəs onda qəribədir. Düyməni qəhvəyə sapla niyə tikir? Hanı? Qarnının üstündə. Doğrudan ha. Çıxar. Çıxar görüm. В эту пору доступ на заповедные острова открыт только для орнитологов. У нас навык в общении с птицей. Кайры самые доверчивые. С ними работать одно удовольствие. На птичьих базарах кайры занимают широкие... Deməli belə. Belə. Gedəbə. Yox. Gərək nəşriyyata gedəm. Ayaq üstü dəyib çıxıram. Yaxşıdır, Andrey Pavloviç. Həmişə kimi. Çox şadam. Mənsə yox. Niyə yox? Belə getməz. Niyə getməz? O, Simon keçən həftə bir məqalə ilə çıxış eləyib. Rusiyaya sataşıb. Bütün mütərəqqi bəşəriyyət etiraz səsini qaldırıb. Əvəzində biz nə etməliyik? Onu tərcümə edib yaymalıyıq. Bura bax, Andrey Pavloviç. Səndəki o dağınıq ay hansı mərhələdədir? Dağınıqdır da. Necə yəni dağınıqdır? Bax, məndə yazılıb. Ayın 10-unda Buzukin işi təhvil verməlidir. Bugün ayın neçəsidir? 9-u. Sabah möhlətin qutarır. Yox, çatdıra bilmərəm.
Bəs 13-ünə necə? 13-ü axırıncı möhlətdir. Çalışaram. Gərək gecələr işləyim də. Otur. Arvadların dalınca qaçmaqdansa, özü də bizim yaşda. Hansı arvadlarım? Andrey Pavloviç, Leningrad balaca şəhərdir. Alo. Alo. Ninacan, mənəm. Bugün bir balaca ləngiyirəm. Sən demə bugün kafedranın icrası varmış. Sən lap ağ elədin. Düz 2 saatı səni burada gözləyirlər. Sən onu Dostoyevski yerlərinə aparacaqdın. Hə, yadımdan çıxıb. Dəstəyi billə ver görüm. Hardasan? Dedim ki, kafedradayam. Kafedranın iclasları cümə axşamı olur. Evə gəlib izah eləyərəm. Yaxşı, burada kabinəni döyürlər. Kafedrada telefon mutkası var. Yaxşı, sonra. Cavan oğlan, Mənlə siz? güllər yadınızdan çıxdı. Çox sağ olun. Deməli gül, validol, karvalol. Hə. Qaçdım, məni hansın gözləyir? Bəs düymə? Allah, yaxşı deyil. 2 saatda oturub orada. Mən bu dəqiqə. Sən bir şey ye. Axı, niyə durmusan? Açsan axı. Andrюша, Qızın kimə oxşayır? Sənə, yoxsa arvadına? Heç kimə. İnstitun daşını atıb. Evə gəlib getmir. Əri də sarsağın biridir. İstəyirəm ondan əlaqə yaradım. Heç nə alınmır. Görürsən? Amma bizimki sənə hörmət eləyərdi. Yaxşı, sustum. Sən yeməyini ye. Bəli, Gəlmək olar. gəl Kolyami, gəl. Necəsən? Eşitdim, ürəyin ağrıyır. İndi yaxşıyam. Andrey Pavloviç, xoş gördük. Xoş gününüz olsun. Hər şeydə özün günahkarsan. Əsəb dalınca. Orası düzdür. Kolyami, qoy Andrey Pavloviç çörəyini yesin. Tələsir, Danimarkalı professor onu gözləyir. Siz yeməkdə olun. Sağ olun. Yeyin. O professora kömək eləyir ki, Dostoyevskini tərcümə eləsin. Deməli, onların dilini də bilirsiniz. O qədər yox. İxtisasım ingilisdir. Kolyami, Andrey Pavloviç yeyəndə dovşan oxşayır, hə? Niyə elə deyirsən? Adamdır da. Allah. Bilirsən nəyə görə gəlmişəm? Çox fikirləşdim. Yəqin, gec-tez siz öz münasibətlərinizi rəsmiləşdirəcəksiniz. Kolyami, heç yeridir. Andrey Pavloviç, bəlkə mən düz demirəm. Niyə ki? Sözdür də. Andrey Pavloviç, dedim, yəni onu biləsiz ki, biz onun atası ilə dost olmuşuq. Atası yoxdur, amma mən varam. Elədir? Qarışmayım, neyniyim? İndi hər kəs özünün ağasıdır. Kolyami, xahiş eləyirəm. Xahiş eləyirəm. Sən dayan, öz işimi bilirəm. Dediyim odur ki, siz bir qərara gələndə çıxıb gedəcəm kəndə. Mənim otağım sizin ixtiyarınızda olacaq. Belə olan halda sizin ayrıca mənziliniz olar. İlahi, bu hardan sizin ağlınıza gəlib? Dedim də. Bağışlayın.
Daha mane olmaq istəmirəm. Salamat qalın. Andrey, xahiş edirəm, bağışla. Deyə bilmərəm ki, sən... Başa düşürəm. Hə. Yaxşı, mən qaçdım. Qaç, Qaçdım. pencəyi soyun. Niyə? Xahiş edirəm. Üzünü döndər. Baxma. Giyin. İndi bax. Xoşuna gəlir? Çox. Sağ ol. Belə. Nə xəcalətli verirsən. İstəyirəm dəblə giyinəsən. İndi isə get. Get. Allah. Bəlkə elə burada qalsın. Yoxsa mən nə deyərəm? İncidin? Yox. Başa düşürəm ki, orada heç nə olmaz. Burada olar. Get, get. Hara gedim? Get, səni gözləyirlər. Tez ol. Yəni xəstə yanında otura bilmərəm? Bilmirəm. İxtiyarım çatmır? Bilmirəm, nə bilim. İstəyirsən zəng vurum deyim ki, ləngiyirəm. Biraz asta danış. Kolya əmi bilmir ki, sən ailəli adamsan. Nədir? Nədir? Ayaq yolunu istəyirsiniz? Keç, utanma. Çox sağ olun. Andrey Pavloviç, əlinizi yumaq istəmirsiniz? Orada təmiz dəsmal var. Minnətdaram.
Andrey, Bu Yevdakimovun gödəkçəsidir. Əyninə kiçikdir. Mən götürdüm. Bəlkə Viktorun əyninə oldu. hardaydın? Mən? Yevdakimov gildə. Onun ad günü idi. Dünən sənə zəng elədim. Harda olduğumu deyəcəkdim. Amma nə qədər çalışdım, telefon çalanmadı. Sonra taksi tutmaq istədim. Körpüləri ayırdılar. Niyə ayrılırlar? Neva bugün sabah donacaq. Andrey, get yat. Sənin yerini divana salmışam. Yaxşı. Bu gödəkçəni də piyanonun içərisinə qoyacam. Lina ilə Viktor gələndə başlayacaqlar çalmağa. Səsi çıxmır. Nə məsələdir? Açırlar, içindən sürpriz çıxır. Heç kəsə lazım deyiləm. Necə? Heç kəsə. Nina, nə olub axı? Mən də adamam da, institut yoldaşımın ad gününə getmişəm. Burada nə var axı? Bəsdir görək, ora zəng vurmuşdum. Hara? Yevdakimov giləm. Görünür, heç kəsə lazım deyiləm. Nina, elə deyil. Mənə lazımsan. Övladına lazımsan. Yox, heç kəsə lazım Hamıya deyiləm. lazımsan. İş yerində də həmçinin. Heç Lena'ya da lazım deyiləm. Onlar üçün pərdə almışdım. İstəyirdim asım. Məni qovdular. Dedilər, hərənin öz zövqü var. Mən hamıya mane oluram. Nina, mən... Yevdakimov gildə deyildim. Bəs hardaydın? Necə deyim? Heç bilmirəm, necə deyim? Eybi yox, de. Əvvəlcə çətin olur. Sonra yüngüləşirsən. Mən ayıltma məntəqəsindeydim. Orada gödəkçə paylayırlar. Dedim axı, bu Yevdakimovun gödəkçəsidir. O gətirib. Olar. Buyur. Bax belə. Ata, qonağımız gəlib. Lena, soyuqda bu nə paltarda geyinmisən? Xəstələnərsən axı. Anan zəhmət çəkib alıb. Sən də... Niyə xoşuma gəlməyən bir şeyi hardansa asmalıyam? Çünki adam gərək bu boyda xudbin olmasın. Gərəklə həmişə alasan, nəsə verməlisən axı. Elə verirəm də. Buyur. Lena, sarsaqlama. Tez pərdələri az, özün də instituta qayıt. Anana yazığın gəlmir. Gör, nə hala gətirib çıxartmısan. Mən çıxarmışam. Bəs kim? Sən. Yermakova, Nədir? səni istəyirlər. Allah. Bəli, əzizim. Bugün gələ bilməyəcəm. Niyə? İşlər var da. İşini tutar, sonra gəl. Gec olar. Yaxşı, danışmaq istəyən var. Sonra zəng vuraram.
1, 2, 3. 1, 2, sol. 1, 2, sol. 1, 2, sol. 1, 2, sol. Xoş gördük Nina. Salam Bil. Balaca yer yığışdır. Dedim divarların kağızını vurum. Yaman tutkundu. Qəşəngdir. Çox qəşəngdir. Sən mənim üzümə niyə belə qəmli-qəmli baxırsan? Ay uşaq, elə bilirsən, belə şey mənim xoşuma gəlir? Oğlan Smithə belə dedi və ondan tez aralandı. Qaçıb uzaqlaşdı. Hə, Lifanov, məni bağışla, bu bədii tərcümədən daha çox sətri tərcümədir. Aydındır? Andrey Pavloviç, mən təzə formalar axtarıram. Mən bilən bu axtarış deyil, Lifanov. Sadəcə olaraq səliqəsizlikdir. Bax, burada belə yazmışsan. Qaçdı, yanında da uzaqlaşdı. Yəni ağlına başqa şey gəlmədi? Xahiş eləyirəm, qaçıb uzaqlaşmaq sözünün əvəzinə başqa bir şey tapasız. Götürüldü. Əkildi. Yel kimi qaçdı. Gözdən itdi. Gözdən itmək yaxşıdır. Lifanov, bəs sizin fikriniz nədir? Hə, Lifanov? Tez. Tez, Daha nə? lap tez. Deməli tez. Kavalyov? Yəni, var gücünlə yelkənləri qaldırıb aradan çıxmaq. Selyanina? Başıloğlu. İlinskaya? Geriyə baxmadan. Natasha, sən də görək. Boylanmadan. Allah. Salam. Xoş gördük. Andrey, məni atmısan? Başa düşürsən, hər şey üst-üstə yığılır. İş, institut, bir yandan da hansın? Heç olmasa zəng eləyəydin. Bir həftədir. Gözümü telefona dikmişəm. Zəngini gözləyirdim. Andrey Pavloviç, siz tərəfə gedirəm, aparın. Yox, çox sağ ol. Xoş gördük. Salam. Bizimkidir. Yox, gəlmədi. Uğurlar. Hələlik. Yaxşı, əlvida. Allah. Allah. Allah, sən... Yaxşı, Andrey. Allah, oturaq danışaq da. Andrey. Bilirsən kim oxşayırsan? Öz heyvanına yazığı gəlir deyə onun quyruğunu tikə-tikə kəsən it sahibinə. Allah. Al çıxar. Allah, sən məni başa düşmədin. Ayaq saxla, Allah. Qoy səni axıracan izah eləyim. Dayan. Yaman ağrıdır, bəsdir. Doğmalarına salam söylə. Nədir, körsən? Bu boyda maşını görmürsən? Üzr istəyirəm. Fikrim başqa yerdə idi. Bəlkə mən səni öldürəydim. Sənə görə gedib həbsxanaya düşürməliyəm.
Təqsirkaram, bağışlayın. Andrey! Başına bu nə oyundu gətirib? İlahi, Yox, təqsir məndə oldu. sən əzdi, başını tərpət görüm. Allah, başa düş. Bəlkə ürəyin bulanır. Yox, Ağrıdır. yox. Mən fikirləşirəm ki, Ay yoldaş, bura gəl. Nədir? Bura gəl. Hara? Sənlik deyil. Niyə ki? Bura bax. Andrey dayan. Maşın əzilib. Görürsən qapını? Neyniyək? Burada dəmirçi işi var, rəngdə. neyniyək? 10 rubl görün. Dayan, dayan. Bir bunun qanmazlığına bax. Elə bir şəhər bazar görməmsən. Özünü vurdun maşına. Bura bax, sürüş buradan, yoxsa milis çağıracağam. Sən bu adamı basıb geçmisən. Özün də qabaqdan gəlmişlik eləyirsən. Necə? Milis? Çıx get buradan, yoxsa ilişdirərəm. Neynirsən? Neynirsən? Deməli... Deməli birinci sən vurdun. Lap yaxşı. Lazım deyil. Xahiş eləyirəm. Mane Daha olmayın. eləməz. Mane olmayın Allah mənə. çəkil kənara, mən özüm onun Lazım dərsini deyil. verərəm. Bura Əl gəl. saxlayın. İndi mən sənə Əl göstərərəm. saxlayın. Allah çəkil dedi, mən onun dərsini verəcəm. Kömək eləyin. Xahiş eləyirəm. Əlimi bırax. Bu adamı basıb geçib indi də döyür. Ay kişilər. Ay qız. Əlimi bırax. Yox, o deyil. Dayanın, bunun qolunu niyə vurursunuz? Ağrıdır axı. O basıb keçib. Hə, odur, öz gözümlə gördüm. Dəli kimi sürür. Bıraxın. Gec bəsər. Ay oğlan, dəli olmuşsan? Budur. Çağırın durijinaşıları. Bəli. Buzekin, təəccüblənmə, mən bilirəm hardasan. Vəziyyət yaxşıdır. Barışmısınız? Sonra? Yəqin güləcəksən. Amma məni yenə qəbul eləmədilər. Dedilər, üsluba uyğun deyil. Dayanmışam, ağlım heç nə kəsmir. Buzekin özünü çatdır. Vəziyyətim pisdir. Bağışla, heç cürə mümkün deyil. Gec olsun. Gec də mümkün deyil. Onda batdım. Dəstəyi qoydu. Boyu bir qarış gözəlçə səndən nə istəyir axı? İstəyir ki, mən ona kömək eləyim. Bəs sən? Dedim, mümkün deyil. Düz demisən. Ömrün boyu onun yerinə eşək kimi işləməyəcəksən ki. Yox, belə də pis adam deyil. Biraz yöndəmsizdir. Həmişə eyni üstdən qovurdular. Sənin kimi yöndəmsizdir. Necə? Necədir? Yaxşıdır. Nə? Bax belə. Bax belə, müşahidə qabiliyyətin yerindəymiş. Mən özümə təzə yubqa tikmişəm. Həm tikir, Bəli, həm bişirir, bəli, çap eləyir, bəli, yuyur, sərir, bəli, xilas eləyir, bəli. əzab verir. Bəs edir. Mənim kimisini hardan tapacaqsan? Heç hardan. Bəsdir. Vaxt qutardı. Yox, yox. Mən gərək evlər idarəsinə qaçaydım. Yapışıblar ki, oradan nəsə mühazirə oxumalıyam. Aydındır. Nə oldu sənə? Heç nə. Yaxşı, onda heç yana getmirəm. Andrey, olar mən səndən bir xahiş eləyim? Qorxma. Uşaq deyil. Sən bu zəngli saatı mənə bağışlayarsan. Buyur. Bundan sonra heç kim, heç vaxt bunun zingiltisini eşitməyəcək. Jenya. Jenya. Niyə salam vermirsiniz? Mən sizi görmədim. Gördünüz. Düzü gözümün içinə baxdınız. Andrey tanış ol. Taşukdur. Taşuk. Çox şadam, bu Zekin. Andrey Pavloviç. Mən bağda onun şeirlərini oxuyurdum. Mənimki deyil, tərcümələrdir. Nə fərqi? Sözlər ki səninkidir. İndicə kafedə oturmuşduq. Hə? Bəli. Onda mən getdim. Gedin, gedin. Görüşənə qədər. Hələlik. Salamat qalın. Andreyuşa. Andreyuş. Hə, nədir?
Mən verən gödəkçəni niyə giyinmirsən? Niyə işə geyib köhnəldim axı? Bahalıdır. Köhnəldəndə nə olar? Tez-tez yadına düşərəm. Bax, sabah giyin. Oldu. Bilirsən o mənə niyə salam vermədi? Niyə? Çünki mənə vurulub. Doğrudan. Hə, 2 dəfə zəng vurub. Teatra dəvət edib. Bəs sən? Getmədim. Niyə? Çünki mən bircə adamı sevirəm. Təəssüf ki. Onda nə hesaba yaşayır görəsən? Bilmirəm. Kim? Var. Hansı var ya? Varvara Nikitiçin. Bu il bir hekayə çap elətdirib. O da zülümlə. Sənin köməyinlə. Ondansa inturistə bələdçi işləsə yaxşıdır. Andruşa, bu cür danışmaqdansa gedib ona kömək eləyərdin. Səni burada tək qoyum? Uşaq deyiləm ki. Yox. Get, get. Yaxşı, gedərəm. Belə edəyim. Sən zala keçib kinoya baxırsan, mən qaçıram Varvaranın yanına, bir-iki kəlmə tərcümə eləyib qayıdıram. Səni afişanın yanında gözləyirəm. Necədir? Nədir, çox pisdir? Niyə ki? Üstündən xət çəkdin axı. Xırda şeylərdir. Məsələn, keçi insan səsi ilə qışqırdı. Belə şey saxlamaq olmaz. Bəs necə olmalıdır? Adicə, mələdi. Buzukin. Bəlkə məndə qabiliyyət yoxdur. Hə? Yox. Bəs kimin tərcüməsi yaxşıdır? Mənimki, yoxsa Şitovanın? Əlbəttə səninki. Onda bəs... Alo? Aa, bu dəqiqə. Yoxdur, evə getdi. Deyməz. Buzukin, ürəyin nə istəyir? Heç nə. Mənsə işləyəndə xoşlayıram. Doping. Buzukin, dəli olmuşsan? Təzədən başlayırsan? Niyə? Bu heç nəyə yaramır. Mənim üçün yarayır. Saat 1-in yarısıdır. Hələ nə bod işimiz qalıb? Necə? Birin yarısı? Hə də, 20 dəqiqə qalıb. Batdım. Batdım. Allah məni orada gözləyir. Sən orada Allah filan gözləmir. Zəng vurmuşdu, dedim ki evə getmisən. Niyə? Elə ona görə. Mənim o yelbeynə yazığım gəlir. 40 yaşına can onunla gəzəcəksən, sonra da atacaqsan. Volodya mən atan kimi. Alo. Alo. Mənəm. Alıçka, sən bura zəng vuranda var ya deyib ki, güya mən yoxam. Amma burada olmuşam, indi də buradayam. Heç yerə getməmişəm. Dəstə yazdı. Alo, Nina,
Nina, mənəm. Varvaranın yanındayam. Mən tərpənincə körpünü ayırıblar. Morning. Siz hazırsınız? Hazıram. Andrey, Gəl çəkməsə. Andrey, Hə, xırda bir sual. Bunu necə tərcümə eləmək olur? Bax burada, 12-ci fəsil. bağışlayın bil. Cümə axşamı. Xoş gördük, Vasili Ignatyeviç. Təbirə başlamısınız? Xırda yer yığış. Tanış ol, Vasili Ignatyeviç. Bu cənab Hansındır. Danimarkalı professor. Xalitonov, Bil. Rusça qanır? Başa düş. Başa düşürəm, hamısını yox. Deməli, Sovet İttifaqına gəlmisiniz. Gəlmişəm, bəli. Uzun müddətə, amma tez gedəcəm. Bugün məndə istirahət günüdür. Şənbə işləyirik, cümə axşamı yatırıq. Budur, Vasili Ignatyeviç. Oturub, zəhmət çəkirik. Onda tanışlığı qeyd eləmək lazımdır. Vasili Ignatyeviç, bizdən keçdi, işimiz çoxdur. İşə maneçilik törətməz. Rus arağı, vodka, xaricilərin xoşuna gəlir. Bu kağız şuğuzu yığışdırın. Damızdıraq. Götürün görək. Bax belə. Hər şey hazırdır. Vasili Ignatyeviç, siz bu gödəkçəni hardan almışsınız? Tapmışam. Həyat atmışdılar. Bax, sizdə Danimarkada belə gödəkçələri həyata tulluyurlar? Yox. Bu təmiz pambıqdır. Çox bahadır. Bizdə atırlar. Bir balaca qolu cırılan kimi atırlar. Vasili Ignatyeviç, sat onu mənə. Onsuz da əlinizə dardı. Bağışla, Pavloviç, olmaz. Mümkün deyil. Havayı verərdim sənə, amma arvadım görüb. Deyəcək satıb içib. Otur. Vasili Ignatyeviç, bəlkə həvəsli bəsdir. Pavloviç, Vaxt yoxdur axı. Pavloviç, sən gəl vaxt itirmə. Otur, otur. Xahiş edirəm, otur. Professor, siz də oturun. Bil, əyləşin.
Hə. Professorun sağlığına. Deyilən sağlığa. Çox sağ olun. Pavloviç, bu niyə içmir? İçki səhər tezdən ziyandır. 150-dən heç nə olmaz. Dediyinizsə boş şeydir. İçin bil. Onsuz da əl çəkən deyil. Bir qutumu için qoyun yerə. Sizin sağlığınıza. Yox, belə olmaz. Sağlığına içilən dibinəcən içir. Başa düşmədim. Sizin sağlığınıza içdim. Deməli, sağlığın yiyəsi sizsiz. Mən də dibinəcən, siz də dibinəcən. Bizdə qayda belədir. Vasiliy Ignatiç. Çox sağ olun, bəsdir. Vasiliy Ignatiç. Əl çəkin onu. Məcbur eləməyin. Görürsən ki, bu adam adətkarda deyil. Mən keçdim. Professor, inciyərəm ha. Bax belə. Stop, stop. Mən qutardım. İşə keçirəm. Pavloviç, süzülən içkini yerə qoymazlar. Qonaq bizim barəmizdə nə fikirləşər? Yaxşı. Amma axırıncı olsun. Öz sağlığımıza, Öz sağlığımıza, sizin sağlığınıza. sizin sağlığınıza. Sağlığına deyilən axıracan içir. Bilmən getdim, iş gözləyir. Dayan. Neynirsən? Pavloviç, belə olmaz. Gəl, əməlli başda oturaq. Nə olub sənə? Yaxşı oturmuşuq. Mən səhər tezdən bir zəmbil göbələk dərmişəm. Pavloviç, yatma. Ay təndəl. Gedib elə sən də göbələk yığa bilərdin. Elə arvadın da yığardı. Hə, düz deyirəm. Bu adam arvada pis tərbiyə verir. Hə, çox pis tərbiyə verir. Andrey Pavloviç. Sizin xaricdə göbələk bitən meşələr var? Xaricdə göbələk bitən meşələr yoxdur. Xeyr, göbələk hər yerdə var. Alınmaz. Yaxşı, yaxşı, tələsməyin. Əvəzinə bir şey fikirləşərik. Heç bilmirəm Skofieldlə neyniyim. Yenə o həngamə çıxacaq. Yox, Georgi Nikolaeviç. Scofield mənimkidir. O, diz üstə çöküb. Diz üstə. Yaxşı, fikirləşərik. Yox. Bəli, Buzekin, mən təzədən çap elədim. Hər şey yerindədir. lap yaxşı. Qulaq as. Dələduzun niskilli həyatı. Yer üzü zibillənmişdi. Əyilmişdi. Hər yerdə konserv qutuları, qəzet parçaları, məftil qırıntıları gözə dəyirdi. Əyilmiş qapqara sütunların arasına iplər çəkilmişdi. O iplərdən bomboz alt paltar asılmışdı. Ağ libas geyinmiş qoca Bəs təngə verdin. diqqətlə baxdı. Səndə rezin çəkmələr var? Məndəkiləri bilə verirəm. Nə çəkmə, nəyə lazım? Gedirik göbələk yığmağa. Nə göbələk? Bu adam həyatda yaşayır. Amma meşədə göbələk görməyib. Qaydar danışmağa söz olar.
Yox, qardaşlar, mən yerimdən tərpənə bilmərəm. Deyib qaydırıq. Vəssalam. Salam. Hə, xoşuna gəlir? Bizim təbiət. Hə, çox gəlir. Bir-iki gün təmiz havada dincəlmək istəyirdin? Hə, nə deyirsən? Çox istədim. Təşkil eləyim də. Çox sağ olun. Vərəm sanatoriyasında tanışım var. Baş həkimdir. Qorxma, Vərəm sanatoriyasında. Həkim özü xəstə deyil. Sənə nə vaxta lazımdır, hə? Çox sağ olun, indi məşğulam. Əgər mümkün olsa, gələn dəfə. Olar. Onda Palıça deyərsən mənə çatdırar. Yaxşı. Palıç. İstəyirsən, sən üçün də təşkil eləyim. Yox. Özün bil. Yox, o meşə çıxmadı. Maşınla o qədər gic-gicə gəlir ki. Gəlirlər, silib süpürürlər. Profesör, sənin maşının var? Bəli, var. Palış, sənə dedim axı, maşın al. İndi minib gəzərdik. Hansı pulla alım? Yaxşı, qurtardıq. Qaydırıq evə. Evə gedirik. Bilirəm, o biri talada var, olmalıdır. Yığaq, qaydaq. Özünüz bilərsiniz, mən qaydıram evə. Profesör, sən də ev istəyirsən? Ev yox. Mən də istəmirəm. Sən heç yana buraxdı yoxdur. Gedək. Dayanın. Necə yəni buraxmaq? Göbələ yığmaq istəmirsiniz? Gelin yığın da. Mən istəmirəm. İstəmirsən yığma. Elə-belə gəz dolan. Vasiliy Ignatyeviç. Dedim axı, mənim göbələ yığmağa həvəsim yoxdur. Sözümü niyə eşitmək istəmirsiniz? Palıç, sən bizlə gəlmirsən. Bizlə də gedəcəksən. Gedək. Gedək, hə, gəl. Dayanın. Vasiliy Ignatyeviç, siz iradəli, məqsədyönlü adamsınız. Bil, siz də həmçinin. Mən də özümü iradəli adam sayıram və məni elə belə yola gətirmək çətin məsələdir. Elə ona görə də salamat qalın. Hələlik. Tez-tez dedi, mən başa düşmədim. Açarı. Nə açarı? Mənzilimin açarı. Buyurun. Çox sağ olun. Təşəkkür eləyirəm. Niyə? Ona hər şeyi dedin. Nə lazım idi? Yalan danışmaq məni təngə gətirib. Al, mən həqiqətən də Varvaranın yanındaydım. Andrюша, yaxşı olar ki sən bu yalanı başqa yerdə uydurasan. Yoxsa adam çaşıb qalır. Düz deyirəm. Bəlkə əl saxlayasan, söz danışıram. Andrey Pavloviç, bağışlayın. Mənim işim tökülüb qalıb. Özümə qəpik quruş qazanıram. Allah, mən inciyə bilərəm ha. Sonra nə olacaq? Sonra? Sonra sən öz arvadınla rahat yaşayacaqsan. Mən də ərə gedəcəm. Kimə? Elə o Ptaşukun özünə. Olsun. Sən xoşbəxt olsan, mən şad olaram.
Şad olarsan. Sənin xətinə çalışarım oğlum. Andruşa, çıx get buradan. Mən səni görmək istəmirəm. Get. Yoxsa özümü pəncərədən atacağım. Hələlik. Hər halda Allah. Tələsik qərara gəlməyim məsləhət deyil. Mən bu saat çox yorulmuşam, ağlım da heç nə kəsmir. Sabah, düz saat 7-də sənin yanındayam. Hər şeyi fikirləşərəm. Bir qərara gələrik. Saxla maşını. Sən dincəl, mən bu saat gəlirəm. Mən bu dəqiqə. Bu da evin sahibi. Ata, harda qalmısan? Andrey Pavloviç, xoş gördük. Salam, bulvarda şahmat oynayırdım. Salam, Viktor. Elə bil ürəyinə dammışdı ki, onun ixtiyarında 40 dəqiqə var. İndi o 40 dəqiqə oturub qalacaq. Yox, indi Hans gəlməlidir. Bildim. Onlar gedirlər. Hara? Jukov adasına, 8-ci stansiyaya. Jukov adası hardadır? Şimal qütbünün yaxınlığında. Zarafat edirlər? Yox, onlar zarafat eləmirlər. Adada hidroloq xəstələnib. Mənə təklif elədilər. Sabah uçuruq. Sən onları buraxırsan? Yox, mən sizi buraxmıram. Ata, əzizim, bilet əlimizdədir. Müqaviləyə də qol çəkmişik. 2 illiyə. Biz qayıdanacan sən o təmiri qutararsan. Hədə, 250-yə. Lena, Hans gəldi çıxdı. Bu saat seyfi açacaqlar. Dayan, indi Hans vaxtıdır. İndi şəklinizi çəkəcəm. Saxla. Yanakı oturun. Ata, anamla mehriban əyləş. Hə? Aha. İndi başlayın oxumağa. Bəlkə biz rəqs eləyək. Bu yadgar üçündür Nina Yevlandiyevna. Biz hamının səsini yazırıq. Orada qulaq asacağıq. Başlayın. Что стоишь, качаясь, то... Dayan görək, neyinirsiniz? Burada nə yaz qurmusunuz? Şən mahnı oxuyun. Mən bilmirəm axı. Мы едем, едем, едем в далекие края. Веселые соседи, веселые друзья. Тра-та-та, тра-та-та, мы везем с собой кота.
Səni yuxudan oyatdım. Yox. Bilirsən, məsələ belədir. Sən demə, Leyla ilə Viktor sabah gedirlər. 2 illiyə. Mən heç cür gələ bilməyəcəm. Eşidirsən? Hə. Əlbəttə ki, indi xəbər tutmusan. Hə, belə alındı. Mən onları yola salıb zəng vuraram. Xeyr, sən mənə zəng vurmayacaqsan. Andrey! Andrey! Nədir? Mikser yadımdan çıxıb qoymamışam. Orada mətbəxdə, şkafdadır. Orada nə mikser? Orada mikser nə ilə lazımdır? Şirə sıxarlar. Vitamindir. Yaxşı. Gəlmək olar? Xoş gördük, Andrey Pavloviç. Sizin yanınıza gəlmişəm. Buyurun. Bir dəqiqəliyə. Dedilər ki, bunu sizə çatdırım. Həm də... Bağışlayın. Xoşdur. Bəli. Yoldaş Buzikin, evlər idarəsindəndir. Yadınızdan çıxmasın, bugün saat 19'da burada muhazirə oxumalısınız. Nə mühazirə? Necə yəni nə muhazirə? Ümumi icma, söz vermisiniz. Hə, yadıma düşdü. Hələlik. Üzr istəyirəm. Mən gərək yığışam. Andrey Pavloviç, Allah Mixaylovna xahiş elədi ki, bir də onun yanına gəlməyəsiz. Bu cür oldu. Bağışlayın. Xoş gördük. İcazə verin. Görüşənə qədər. Sağ olun. Hələlik. Bu kimdir? Təşşuk. Milisdəndir? Yox, Evdədir? getdi. Pavloviç, başımıza iş gəlib. Bil ayıltma məntəqəsinə düşüb. Niyə? Dünən göbələkdən sonra yenə biraz vurduq. Sonra gəzdik. Yenə oturduq. Durujinaçılar da bir yandan çıxdı. Onlara deyirəm ki, bu adam Danimarkalı professordur. Mən öz sırıqlımı ona vermişdim. Geyiminə baxıb gülürlər. Hə, belə oldu. Bəs indi hardadır? 5-cidə Pavloviç özünü çatdır. Qoy orada qalmasın. Müdür 9-a can oradadır. Tələs. Yox, indi vaxtım yoxdur. Nina gedib işdən icazə alacaq. Mən də Pavloviç, gərək yığışım. Pavloviç, Gedib qaydaram sonra. Pavloviç, ağzımda söz deyirəm. Orada qeydiyyat 9-a candır. Yoxsa 15 tutka basacaqlar. Mənim də işimə telegram. Kim içirdi? Xalitonov və sən? Yaxşı, baxaram. Pavloviç, baxa. Yaxşı, dedim ki, baxaram. Mənim barəmdə soruşsalar, bildiyini deyərsən. Bax da, fikirləş. Mən getdim, mal gətiriblər. Bilirsən, paltarını dəyiş, yoxsa elə bilərlər sən də onlardansan. Soyadı. Hansan? Adı? Bill. 2 el. Atasının adı? Nə bilim, Atanızın adı yadınızdan çıxıb? mənim atam deyil. Sizinkini soruşuram. Mənimkini niyə? Onda heç bir sənət yoxdur. Cərməni kimin adına yazaq?
Yaz, Buzikin Andrey Pavloviç. 33-cü ildə anadan olmuşam. Yoldaş leytinant. Biraz cəld olmaz. Qızım saat 11-də uçmalıdır. Adınız? O yoxdur. Burada gecələməyib. Niyə ki odur? Mənəm, mən. Xahiş edirəm, tez olun. Taksi gözləyir. Tanımaq olmur. Sağ olun. Gedək. Andrey, çox təzə söz eşitdim mən. Eşidirsən də? Yadımda qaldı. Çox maraqlıdır. Əlbəttə. Buyur. Andrey, mən Alkaş. Hə, Alkaşdan. Andrey, bəs sən geydirmə? Hə, geydirməyəm bil. Hə, bil. Bu dəqiqə vanna qəbul eləyərsən və yorğan döşəyə. Mənsə qaçdım. Andrey, Hə, möhkəm oturmuşuq ha. yoldaşlar, icazə verin soruşum. Təyyarəm uçur. Xanım, anadıra hələ uçmayıb. Bilmirəm, minik başa çatıb. Hara gedim? Ora birinci zala. Çox sağ olun. Zəhmət olmasa sənədlərinizi. Bax belə, yenə tək qaldıq. Biz yox, mən. Eləməli. Andrey, lazım deyil. Yəqin sənə elə gəlir ki, Lena çıxıb getdi. Mən tək qaldım. Bədbəxt. Amma indi sən mənə həyat durmalısın, elə de. Amma əksinə. Bu müddət ərzində mən özüm uğrunda mübarizə aparmışam. İndi sən tamamilə azadsan. Keyfin nə cür istəyir, o cürdə yaşa. Açığını deyim ki, üzünü döndərib tamam getsən mənim üçün daha yaxşı olar. Bilirsən, hərdən səndən qorxuram. Həmişə ağlımdakı odur ki, bax bu saat yalan deyəcək, aldadacaq. Az qalır adam dəli olsun. Mən özüm də səndən xilas olardım. Yox, qutardım. Tamam, qutardım. Tamam. Nina. Nina. Nina, bağışla. Nina. Hər şeyə görə bağışla. Heç olmasa bugün vaxtında gələydin. Uşaq səni nə qədər gözlədi, elə soruşurdu, atam harada qaldı? Neyniyim axı, mən o xaraba qalmış Alkma məntəqəsinə getmişdim. Sorğu sual başlandı. Harada doğulmuşsan, neçənci ildə? Yoldaş sürücü, mümkünsə maşını saxlayın. Yoldaş sözü saxlamayın. Dayan, qoy sənə izah edeyim. Mən Alkma məntəqəsində o mənada olmamışam. Bəs nə mənada olmuşsan? Ora hansın düşüb? Doğrudan? Bəli, hansın? Xahiş edirəm, maşını saxlayın, qoyun düşüm. Nina. Nina. Nin. Mənə toxunma. Qulaq as, düz sözümdür. Alkma məntəqəsində olmuşam. Lena'nın ölmüşü üçün. Bir utan. Uşağının ölmüşünü and içirsən, o havadadır. Şəhərə sürün. Bu Zeki, niyə axsıyırsan? Nə olub? Belə də. Qulaq as.
Bilirsən, başa düşürəm ki, səfehlikdir. Virikin bilirsən nə dedi? Nə? Dedi ki, mənim tərcüməm səninkindən yaxşıdır. İşə bax da. Təbrik edirəm. Sonra bilirsən nə olub? Nə? Planda Scofield sənin adınadır. Hə? Mənə verdilər. Bilmək istəyirəm, buna münasibətin necədir? Çox şadam. Buzekin, belə də bilirdim. Səndə vicdan var? Ömrümdə ilk dəfə olaraq ürəyimdən olan bir şeyi mənə tərcüməyə veriblər. Gedin deyib ki, eləmirəm. Məndən nə istəyirsən? Veriblər, elə də. Buzekin, belə şey mənim üçün vacibdir. Buzekin, mənim tərəfimdən nankorluq sayma. Saymıram, yaxşı. Buzekin, tərcüməni başlamışdın. Bəlkə səndə qaralanması olar, hə? Ver də mənə, xahiş eləyirəm. Buzekin. Bəlkə gəlim sənin döşəməni yum təmizləyim. Lazım olsa xəbər elə gəlim. Salam, Andrey. Salam. Aydındır, aydındır. Bilirsiniz, mürəkkəbləşdirmək lazım deyil. Hər şey ideal olmalıdır. Aydındır. Buzikin, üzünü görək. Mən sizə əl verməyəcəm. Xoş gördük. Salam. Salam. Ağlın çaşıb nədir? Elə o məsələ. Sənə yaraşmaz, Buzikin. Heç yaraşmaz. Şaşarnikov, hər halda yadında qalsın. Gələcəkdə özünü belə axmaq vəziyyətinə salma. Hələlik. Sağ olun. Nə olub ona? Mən nə bilim? Andrey Pavloviç, nə olar? Mənə məqbul yazında, yoxsa təqaüd vermirlər. Öyrənəcəm, söz verirəm. Yoldaş Lifanov, tərcüməçilər xartiyasında belə deyilir. Tərcümə müasir dünyada xalqlar arasında qarşılıqlı anlaşmaya yardım göstərməlidir. Sizsə öz sərsəm fikirlərinizlə xalqları bir-birindən ayıracaqsınız. Bundan sonra heç kəsə heç bir güzəşt olmayacaq. Olmayacaq. Andrey, bəlkə fikrindən dönəsən. Necə olsa 20 il bir yerdə yaşamısınız. Yox. Daha bəsdir. Kömək eləyim. Nə kömək? Bir-iki köynəkdir. Andrey, mən getdim. Səni gözəl sözlərlə ayrılmaqdan xilas edirəm. Əlvida. Yevdokimov! Nədir? Getməli olmadım. Bəxtin gətirib. Arvad özü gedib. Nədir? Deyirəm özü gedib. Tək yaşa kef elə. Hələli. Yaxşı. Lənətə girəsən. Palaç. Nə olub elə? Dincəlirəm. Qapılar taypataydı.
Bəli. Andrey, mənim yatdığım evin adı nə idi? Ayrı durma, Yox, ayıltma. ayıltma. Hə, ayıltma. Sağ ol. Dəyməz, dəyməz. Eşidirəm sizi. Getmişdi. Hə, getdim. Buraxdılar. Buraxdılar. Məndən söz düşmədi. Düşdü. Nə dedilər? Dedilər portveynlə arağı qarışdırmasın. Onlara nə dəxli var? Hə? Bilmirəm. Dedilər də. Orada şüşənin yarısından az idi. Hə? Baba, Nədir? eve gel, nenem çağırır. Yəqin xəbər tutub. Dedim də ona, qarışdırma. Dedi yox, kokteyl istəyirəm. Hippi oğlu, hippi. Bəli. Alo, mənəm. Zəng vurmuşdu. Hə. Bir qərara gəldim. Gəldim. Nədir? Hə. Telefonumuz xarab olmuşdu. İndi öz otağıma çəkdirmişəm. Qulaq as. Andrey. Andrey, doğrudan da her şeyi kurtarmışsan. Hə. Ey, alo. Hara gittin? Buradayam. Hə? Nə vaxt görüşək? Yazıram. Sabah 7-də kafedranın icrası.
Morning. Andrey. Siz hazır? Hazır. Bir iki, 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 bir iki. Filmdə çəkiliblər. Oleg Basilashvili, Natalya Gundareva, Marina Neyolova, Yevgeniy Leonov, Norbert Kukhinke, Nikolay Kruchkov, Galina Volchek və başqaları.